Gənclər, ehtiyatlı olun, sizə bir vacib xəbər deyirəm. Azərbaycan polisi əməliyyata başlayıb. Deməli, TikTokda, Facebookda, müxtəlif sosial şəbəkələrdə kim oğru dünyasının, avtoritetlərin, kriminalların şəklini paylaşır və yaxud da onların qəbrini ziyarət edib şəkil çəkib paylaşır, polis onları kəmal ədəblə idarəyə aparır, damarına baxıb qanın alır. Qiymət 1000-5000 arası dəyişir. Yəni bu qədər rüşvət alıb bu adamları buraxırlar ki, siz cinayətə yol verirsiniz, oğru ideyaların təbliğ edirsiniz. Əlbəttə ki, sadəlövhcəsinə düşünə bilərsiniz ki, bu Azərbaycan hakimiyyətinin sərt formada apardığı maarifçilik tədbiridir. Amma yox, Azərbaycanda oğrular həbsxanada olmur. Azərbaycanda yekə oğrular hamısı vəzifədədir. Nazir kürsüsündə, prezident kürsüsündə, deputat kürsüsündə. Ona görə xırda para, məişət oğurlarının təbliği Azərbaycan hakimiyyəti üçün qəbul edilməzdir. Ölkənin bir oğrusu var, o da oturub prezident kürsüsündə. Paylaşırsınızsa, təbliğ edirsinizsə, onu təbliğ və tərənnüm etməlisiniz.